Bugün sizə dahi şəxsiyyət, şair, yazıcı Həbibi Bəlküşadi haqqında biraz məlumat verəcəm. Həbibi Bəlküşadi 1470-ci ildə Bəlküşad mahalında dünyaya gəlir. O vaxtlar hələ Şirvan xanlığı yaranmamışdı. İndiki Ucarın Bəlküşad kəndi Bəlküşad mahalı adlandırılırdı. Həbibi uşaq vaxtı çobanlıq edirdi. Hələ uşaqlıq yaşlarından onun qiraətə böyük marağı, həvəsi vardı. Bir gün Həbibi yolda gedərkən təsadüfən Anadolu hökmdarı Sultan Yaqub ilə rastlaşır. Sultan Yaqubun suallarına cəsarətlə cavab verən Həbibi onu təəccübləndirir və Həbibini öz sarayına aparır. Elə oradaca o vaxtdan onun şairlik həyatı başlayır. Sonralar Şah İsmayıl Xətainin sarayında böyük nüfuz qazanır. Ona böyük vəzifələr verilir. Səfəvi şahı 1-ci İsmayıl ona o dövrdə şairlərin şahı adını verir. Həbibi Bəlküşadi o dövrdə bir çox şairlərə, yazıçılara dərs deyib. Məhəmməd Füzulinin ustadı olub. Bəzi mənbələrə görə Məhəmməd Füzuli Həbibi Bəlküşadinin qızı ilə evlənib. Həbibi Bəlküşadi bütün şeirlərini, qəzəllərini, əsərlərini öz doğma dilində yazıb. Türk dilli poeziyasının yaradılmasında onun böyük əməyi olub. Həbibi Bəlküşadi 1520-ci ildə Anadoluda, İstanbulda vəfat edir. Həbibi Bəlküşadi haqqında daha geniş məlumatı öz sosial şəbəkələrimdə paylaşacağam. Proqramların birində inşallah onun haqqında geniş məlumat verəcəm. Qeyd edim ki, mən özüm də Həbibi diyarı Bəlküşadda doğulmuşam. İndi isə Həbibi Bəlküşadin qəzəllərindən birini söyləyirəm. Dur səhər ey saqi can, bir qədəh mey sun bizə. Gözlərin çün kim yedirdi, sehr edib əfyun bizə. Valih bi əqlü sərxoş, məstü heyran olmuşuz. Görünəli şol gözü nərgiz, yüzü gülgün bizə. Ruhların şol cami, cəmkiti nümadır kim yəqin. Rövşən ol yüzdən görünür, xaliq-i biçun bizə. Pür edib peymani, saqi, əluma sünmüdam. Nuş edəlim kim bilir, neydə bu çərxi dum bizə. Ol səfə camın piyapey, nuş edəlim ey həkim. Çünki ol pir muğandan oldu bu qanun bizə. Şol ləbi yaqutuni qut etmək üçün canına. Dəm bədəm yedirdici qandır, dili pürxun bizə. Ey Həbibi, əqli qoy, tut cami eşqi hər nəfəs. Şöylə layə gəl, ol gör kim gülə məcnun bizə. Şöylə layə gəl, ol gör kim gülə məcnun bizə, məcnun bizə.